Lazerlə idarə olunan raketlər, infraqırmızı şüalar, zamanda səyahət, teleportasiya və yad planetlilərin öyrənilməsi kimi təcrübələrin aparıldığı iddia olunan 51-ci bölgə. Bura Meksika sərhəddinə yaxın New Mexico ştatının Qurum gölü yaxınlığında Nevada çölündə yerləşən nəhəng bir bazadır. İlk olaraq Amerika Birləşmiş Ştatlarının 2-ci Dünya müharibəsi zamanı düşmən təyyarələrinin və silahlarının öyrənilməsi, təhlili və tədqiqi mərkəzi kimi istifadə edildiyi düşünülürdü. Las Vegasdan 153 kilometr şimalda yerləşən bölgə 76 kilometr ərazini əhatə edir. Peyk görüntülərində gözətçi qüllələri, anqarlar, yaşayış binaları, bunkerlər, radar antenaları, ofislər və yeməkxanalar görünür. Hər yerdə kameralar var. Bu yer eyni zamanda 7 kilometr yarım uçuş-enmə zolağına sahibdir. Bölgədə əsas təhlükəsizliyi Kemoduts adı verilən mühafizəçilər həyata keçirir. 51-ci bölgəyə quru və hava yolu ilə yaxınlaşmaq qadağandır. Təhlükəsizlik xidmətlərinin 50 kilometrdən çox yaxınlaşanları öldürmək hüququ var. Qadağan olunmuş ərazidə nömrələri olmayan patrul maşınları da gəzir. Patrullar da daxil olmaqla bazada yerləşən və buraya giriş-çıxış edən bütün nəqliyyat vasitələrinin hamısı ağ rəngdədir. Ərazidə 24 saat silahlı helikopterlər patrul gəzir. Bunlar 51-ci bölgənin sadəcə görünən qismidir. İnsanlar tərəfindən yerin altında böyük bir kompleksin olduğuna inanılır. Bəzi nəzəriyyələrə görə lazerlə idarə olunan raketlər, infraqırmızı şüalar, zamanda səyahət, teleportasiya və yad planetlilərin öyrənilməsi kimi təcrübələrin aparıldığı iddia olunur. Hətta bəzi insanlar burada yad planetlilərlə əlaqəyə keçildiyini belə düşünür. "51-ci bölgə ilə bağlı nəzəriyyələr Roswell qəzası ilə başlayır. 1947-ci ildə New Mexico'dakı Corona kəndi yaxınlığındakı bir fermada uçan naməlum obyekt düşdüyü iddia edilir. Bir neçə il sonra bunun Roswell ordu aerodromundan Amerika Birləşmiş Ştatlarına məxsus hava balonu olduğu açıqlaması gəlir. Nəzəriyyələr ABŞ hökumətinin həqiqəti gizlətdiyi ilə əlaqələndirilirdi. 8 iyul 1947-ci ildə Roswell ordu aerodromu UFO tapdıqlarını bildirən bir açıqlama yayınlayır. Daha sonra bu ifadəni tez bir zamanda təksib edirlər və bunun əvəzinə qəza keçirən obyektin adi bir hava balonu olduğunu dedilər. Hadisədən sonra bölgə karantinə alınır. Qəzanın qalıqları Amerika Birləşmiş Ştatlarının 8-ci Hava Briqadasının komandanlığına göndərilir. Bəzi ufoloqlar yad planetlilərin Amerika Hava Qüvvələri tərəfindən dindirilmək və otopsi üçün alındığını iddia edirlər. Bəziləri ABŞ-nin yad planetlilərə məxsus texnologiyaları təhlil edib, kopyalayaraq bugünkü texnoloji səviyyəyə çatdığını iddia edirlər. Amerika Birləşmiş Ştatlarının keçmiş hərbi rəsmisi bir neçə il əvvəl ölüm yatağında bu obyektin içərisində yad planetlilərin cəsədləri olan bir UFO olduğunu və ABŞ tərəfindən gizlədildiyini etiraf etdi. Bazanın ictimaiyyətlə əlaqələr zabiti Leytenant Walter Hott ölümündən sonra oxuması üçün buraxdığı bir məktubda Amerika Birləşmiş Ştatları ordusunun bu kosmik gəmidən bir çox texnologiya aldığını iddia etdi. Peyk görüntüləri məhdud olsa da, baza 2018-ci ildən bəri Google xəritələrdə görünə bilir. Amerika Birləşmiş Ştatları ordusu 2013-cü ildə George Washington Universitetinin Milli Təhlükəsizlik Arxivindən U2 əvvəllər gizli siyasi sənədinin əldə edilməsindən sonra 51-ci bölgənin varlığı barədə açıqlama verdi. Zaman-zaman Amerika prezidentləri də bu bölgə ilə bağlı açıqlamalar verib. Bəziləri bu yerdən seçki qabağı vəd kimi istifadə etdilər. 4 yanvar 2016-cı ildə Amerika Demokrat Partiyasının namizədi Hillary Clinton yad planetlilərin yer kürəsini ziyarət edə biləcəkləri ehtimalını dəyərləndirərək və prezident seçiləcəyi təqdirdə 51-ci bölgəni daha dərindən araşdırmaq sözü verdi. Buna bənzər açıqlamanı birinci dövründə Trump da vermişdi. Bölgə haqqında danışan ilk siyasətçi isə Barack Obama idi. Obama ABŞ mədəniyyətinə verdiyi töhfələrə görə sənətçilərin bir araya gəldiyi 2013-cü ildə Kennedy mərkəzinin şərəf gecəsində insanların sizə verdiyi ilk sual 51-ci bölgədə nələrin baş verməsi ilə bağlıdır, deyə açıqlama vermişdi. Sentyabr 1997-ci il. Coast to Coast M radio proqramına bir zəng gəlir. Former employee. I was let go on a medical discharge about a week ago, and
And oh man, I don't know where to start. I started getting. In some way, something knocked us off the air, and we're on a backup system now. The government or I don't know. Daha sonra bu şəxsdən bir daha xəbər alınmır. Bob Lazar adlı bir şəxs isə 1989-cu ildə 51-ci bölgənin yaxınlığındakı S4 zonasında işlədiyini və yad planetlilərin araşdırıldığını demişdi. Bir neçə otopsi şəkillərini gördüyünü və yad planetlinin başını, çiyinlərini və sinəsini gördüyünü iddia etdi. Bütün bunlara qarşılıq CIA 51-ci bölgənin hökumətin gizli cəsus təyyarə proqramının bir hissəsi olduğunu deyir. Hazırda 51-ci bölgədə nələr baş verdiyinə dair sadəcə nəzəriyyələr mövcuddur. Amma orada dəqiq olaraq nələr baş verdiyini isə yəqin ki bizə zaman göstərəcək.